Quran Allahın görülməsi məsələsini tənqidi yanaşması. Quran-Kərimdə ayəmiz var ki, ayələrimiz var ki, orada Allah Taala deyir ki, mənə görə mümkün deyil. Tənqid edir. Yəni kim Allaha görə fikrindədirsə, o tənqid edir ki, sən axı mənə görəsən necə mümkündür bu? Deyir ki, bu İslam inancı deyil, yahud təfəkkürüdür və Quran İslam övladlarının Allaha görmək istəyi irəli sümmələrini məsələsində toxunanda kəsin şəkildə tənqid edir. Yahudilər gələ Musa peyğəmbər dövründə deyirlər ki, biz Allahı biz görmək istəyirik. 1. Bəqərə 55. Və iz qultum ya Musa lən nu'minə ləkə həttə nərəllah cəhratan. Dedilər, ey Musa, biz iman gətirməyəcəyik. Ta ki, Allaha görə cəhratan, aşkar Allahı görmək istəyirik. Nəticə fə. Ərəbdə bilə bilirlər. Bu nəticədir. Bunların bu işin nəticəsində əxəzət kumus saiqa. Sizi neylədi? İldırım tutdu, vurdu və əntum tənzurun. Siz görürdünüz, baxırdınız. Bu da böyük təfsirdir. Mən getmişəm bunu sizə. Musa peyğəmbərin həyatı dərsində. İldırım bunlar vurdu. İkinci ayə Nisa 153. Yəs'əluka əhlul kitab ən tunəzzilə aleyhim kitabən minəs-səmai fəqad səəlu Musa əkbər min zalikə fəqal ərinəllah cəhratan. İkinci, kitab əhli iki dənədir. Məsihi və kim yahudilər. Səndən, kimdən səndən? Kim? Peyğəmbər. Onlar üçün, kitab əhli üçün səmadan bir kitab endirməyi istəyirlər ki, oradan bir kitab gəlsin, düzdür. Təəccüb eləmə. Yəni, bunlar belədir də, yəni, adam var tərsdir. Nə deyirsən, xeyri yoxdur. Nə etsən deyib, bəs filan şey, bəs filan şey. O, belə cəhəti var. Tərsdirlər, prinsipial belə xüsusiyyətləri malikdir. Hamısı yox ya, müəyyən kütləsi. Onlar Musadan bundan da böyük istəyirlər. Deyir, Peyğəmbər sənə deyirlər ki, asimandan, deyirəm, bizə süfrə gəlsin. Deyir, bu nədir ki? Bunlar belə Musanın başı oğun açıblar. Deyirlər, Musadan daha çox şey istəyirlər. Səndən süfrə istəyirlər, Musadan Allahı istəyirlər. Allahı göstər bizə. 3. Yəni, Allah burada tənqid edir də. Allahı görmək mümkün olsaydı, Allah tərifləyərdi. Mümkün deyil deyə tənqid edir. 3. Furqan 21. Qiyamətə imanı olmayanlar, bax, bunlar hamısı qeyd edin, olmayanlar, kim ki imanı yoxdur, onlar dedilər ki, nə üçün bizə mələklər nazil olmur? Və ya öz Rəbbimizi görmürük? Bir şey deyim, tərs adam var da, indi hamımız açıq görmüşük həyatımızda. Gör Rəblərin görsə, iman eləyəcəklər. Peyğəmbər nə qədər istəyir möcüzə? Peyğəmbər nə lazım da eləyirdi? Onu elə, bunu elə, hamısı eləyirdi də. Yox, sən sehirbazsan. Nə deyilir möcüzə? Elm, sübut, elmlər, məsumlu, ay bölünsün, filan şey olsun, Quran elə, ayə belə. Yoxsa sən sehirbazsan, sən kahinsən, sən dəlisən. Qəbul etmək istəməyən adam ora-bura gözlər. Haqq qəbul etmək istəyən adam isə, kim ki qəbul eləmir, 1000 dənə ortaya bahanə qoyacam. Kim ki qəbul etmək istəyir, sərbəst ağıl, düşüncə, məntiqlə, vicdanla oturaq, qulaq asıb axır qəbul edər. Biz niyə Rəbbimizi görmürük? Onlar öz batinlərində təkəbbür göstərdilər və itaətsizlik etdilər və inadkara yolun tutdular, tərslik. Ata-Alə qeyd edib. Demişəm, bir də özü dəftərçi ayırın, mövzular. Bu kitab ağır olar da. Açsan Allaha görə mümkün deyil. Sübutlar yaz ora. Qırmızı uçqa, göy uçqa. Ayələr yaz, məntiqi ora sübutlara yaz. Özün gələcəyə bir növ müəllim və təbliğatçı olmaq üçün. Ki, dərslər şuşalar var da, dəyərli müəllimlər var, bizim kanalımızda da var, kitabda da var. Hamısı istifadə eləyin. Allahın görülmə məsələsinin irəli sürülməsinə bu cür yanaşmaq Allahın müqəddəs zatının hansısa bir nöqtədə qərar tutmaqdan, yəni Allah harada demişəm mən o dəfə sizə, harada dayansın ki, biz bu görək də, harasa dayanıbsa, mənə yerə ehtiyacı var.
Məsələn, bir nəfər deyir ki, mən səni görmək istəyirəm. O gəlir müəyyən bir yerə. O yer olmasa da hara gedəcəkdir bu? Deməli, yerə ehtiyacı var da bunun. O yer olmasa hara dayanacaqdır, hara görüşəcəklər bunlar? Harası Allah Taala qərar tutmaqdan və bizim gözümüzün onu 14 gecəlik ay kimi görməsindən ucu olmasından xəbər verir. Əgər biz onu görə biliriksə, deməli gözümüzün nuru onun nurundan çoxdur. Niyə baxa bilmirik günəşə? Demişəm bu dəfə dərsdə. Bunlar qeydləyin. Mən çox faktlar qeydlədim, sizə lazım olacaq. Gözümüzün nurundan günəşin nuru çox olduğu üçün gələ bilmirik. Allaha məxluquna baxa bilmirik, baxacaq Allahın özünə. Nurun alə nur, nurun üzərinə nurdur, nurların nurudur. Hər bir nurun özü də Allah Taala, düzdür? Hər bir şeyin əvvəldir. Bəs necə baxaq nurun özünə? Əgər biz ona baxa bilsək, deməli bizim gözümüzün nuru onun nurundan çoxdur. Onda bu Allah olmaz ki. Deməli biz müəyyən cəhətdə ondan üstünük. Yəni Allah bəndə yaradıb, bəndənin müəyyən cəhəti Allahın gücüdür. Allah'a görəcəyik. Bu demək asandır. Bu da burada ortaya suallar çıxır. Gəl ona cavab ver. Hamı cavab ver. Sonra deyir ki, hər an kişi cavab verir. Ona bu deyəndə. Axı bunlar cavab verən yoxdur. Yəni Allah harada dayansın, rəngi olsun, forması olsun. Hara görkələnəcəksə həmin yer burada deməli böyükdür. Bir də ki, mən otağın içərisindəyəm. Və yaxud da gözümüzün nuru onun nurundan çox olmalıdır ki, biz onu rahat görə bilək. Əgər Allahı hətta axirətdə olsa belə görmək mümkün olsaydı, ona belə sərt reaksiya verilməməli və cavabda sizin bu istəyinizin həyata keçirilməsi bu da mümkün deyil. Allah bu deyərdi. Amma orada mümkün deyərdi. Bax, ayəmizdə nə deyir? Deyir, lən tərani, əbədi inkar, mən görməyəcəksə. Ayə nədir? Ümumidir də. Burada qeyd vurdu, burada yox. Orada hə, xüsusi bir qeyd var, yox. Xüsusi qeyd yoxsa yəni nə? Yəni heç vaxt görməyəcəksən. Və yaxud da ikinci, üçüncü ayələrimiz deyər ki, ay Musa, bunlar mən görmək istəyirlər. Onlar deyir ki, burada görmək mümkün deyil, amma orada görəcəklər də. Var həmin cümlə burada. Yoxsa bu qeyd nə alırıq? Deməli, mümkün deyil.